Çox insanlar elə bilir ki, xoşbəxtlik hardasa gizlənib. Bəlkə başqa şəhərdə, bəlkə daha yaxşı işdə, ya da daha imkanlı həyatdadır. Amma xoşbəxtlik bir yer deyil, gedib tapasan, axtarasan. O bir haldır, bir daxili qərardır. Xoşbəxt olmaq sahib olduqlarını görmək, şükür edə bilmək, azla da rahat qalmaq bacarığıdır. Bir insanın qəlbi razı deyilsə, ona dünyanın bütün nemətləri verilsə də, yenə də boşluq hiss edəcək. Hər gün oyanıb nəfəs almaq, dua edə bilmək, bir parça çörəyi yeyə bilmək, sevdiklərinin sağ olduğunu bilmək, bunlar xoşbəxtliyin özüdür. Amma biz çox zaman bunları adi şey kimi görürük. Peyğəmbərimiz buyurub, həqiqi zənginlik çox malda deyil, qəlbin razı qalmasındadır. Yəni, xoşbəxtlik sahib olmaqla yox, həmd etmək və paylaşmaqla yaranır. Xoşbəxtlik istən gəlir. Başqasının xoşbəxtliyini gözdə tuta-tuta öz halını unutmaq olmaz. Sən öz içində sülh tapanda xoşbəxtlik səni tərk etməz.